أعوذ بالله من الشيطان الرجيم. بسم الله الرحمن الرحيم. والليل إذا يغشى والنهار إذا تجلى وما خلق الذكر والأنثى إن سعيكم لشتى فأما من عطى واتقى وصدق بالحسنى فسنيسره لليسرى وأما من بخل واستغنى وكذب بالحسنى فسنيسره للعسرى وما يغني عنه ماله إذا تردى إن علينا للهدى وإن لنا للآخرة والأولى إن علينا للهدى وإن لنا للآخرة والأولى فأنذرتكم نارا تلظى فأنذرتكم نارا تلظى لا يصلها إلا الأشقى الذي كذب وتولى وسيجنبها الأتقى الذي يؤتي ماله يتزكى وما لأحد عنده من نعمة تجزى إلا ابتغاء وجه ربك الأعلى ولسوف يرضى صدق الله العلي العظيم. اللهم صل وسلم وزد وبارك على رسول الله وآله الأطهار
على رسول الله وآله الأطهار صلوات اللهم صل على محمد وآل محمد إن الله وملائكته يصلون على النبي يا أيها الذين آمنوا صلوا عليه وسلموا تسليما اللهم صل على محمد وآل محمد اللهم صل على محمد وآل محمد اللهم صل على Muhammed və Ali Muhammed. Əzizlər, siz əzizlərdən xahiş olunur ki, qabağa çəkilin. Ta gələn qardaşlarımız da eləyə bilsinlər, məclisdən istifadə eləsinlər. Hər birinizin, özünüzün, ailənizin səlamətliyi üçün əmvatın ruhuna salavat. Allah. Peyğəmbər alı, Peyğəmbərə salavat edək. Allahümmə salli alə Muhammed. Məriz və mərizələrimiz, dərdi bilinən, bilinməyən xəstələrimizin acil şifa tahmalarına salavat edək. Allahümmə salli. Din uğrunda, vətən uğrunda başda Kərbəla şəhidləri Seyyid-i Şühəda İmam Hüseyin əleyhissalam yar-ı ənsarı əshabı olmaqla Qarabağımızın azadlığı uğrunda canlarını fəda vermiş igid, cəsur, qəhrəman şəhidlərimizi salavatla yad edək. Zamanı İmami ağamız İmam-ı Zaman əleyhissalamın zuhurunun təcilinə bizlərin o həzrətin zuhurunda dəyərli, layiqli iştirakçı olmamızdan ötürü salavat edək. Məclisimiz və qəlbimiz, ruhumuz daha nurani olsun deyə Kərbəla şəhidləri İmam Hüseyin əleyhissalam Qəmər-i Munir-i Bəni Haşim Həzrət Əbəlfəzl ağa olmaqla ruhlarını salavatla yad edək. Əuzu billahi mineşşeytanirracim. Bismillahirrahmanirrahim və bihi nəstəin. Rabbi şrah li sadri və yassir li əmri və hlul uqdatan min lisani yefqahu qawli. قال الحكيم في محكم كتابه الكريم أعوذ بالله من الشيطان اللعين الرجيم يا أيها الذين آمنوا أوفوا بالعقود صدق الله العلي العظيم. Allahın salamı olsun siz, əziz, dəyərli, möhtərəm məscidimizin əhlinə, səsimizi eşidən və canlı vasitəsilə bizi istər ölkə daxilindən, istər ölkə hüdudlarından kənarda izləyən hər kəsə. Allahdan diləyək, etdiyimiz duaları, qıldığımız namazları, tutduğumuz orucları və qəlbimizin dərinliyindən Allaha ifadə etdiyimiz bütün o səmimi duaları, hacət və mətləbləri bizdən qəbul eləsin inşallah. Möhtərəm cəmaatımız, biz ikinci gündür, dünən qeyd elədik və bugün bir daha qeyd etməyi özümə borc bilirəm. Məclisimizin tərtibi, gedişatı, məğrib və işa namazları cəmaatla qılındıqdan sonra Quran-ı Kərimdən əziz qardaşımız, Kərbəlayi Vaqif qardaşımızın qiraəti ilə başlayırıq.
sonra mən bəndi həqir və zəlil, Əhl-i Beyt əleyhimussalamların fəzilətindən, Kərbəla tarixinin və xüsusilə Kərbəladan, Aşuradan bizə olan mesajlar barəsində danışırıq və məclisimizin də açılış sahibi əza zamanə imamı olduğuna görə məhz Həzrətin fərəz duasını oxuyaraq İmam Hüseyin əleyhissalama, yar-ı ənsarına salam verərək bir daha əhdimizi təzələyərək məclisimizə başlayırıq. Və bizim təvəqqi ricamız odur ki, bunu bəzən xatırlatmağı özümüzə borc bilirik. Çünki insan sözünün iki mənası var. Burada mənim alim Rəbbani dostlarım, qardaşlarım var. Bura əyləşəndən sonra bir neçəsini gördüm. Aramızdadır tələbə yoldaşlarımız. Öncə bir yerdə mədrəsədə oxuduğum qardaşlarım var aramızda. Onlar məndən həm fəsahətdir, həm bəlağətdir, hər cəhətdə məndən üstündülər. İndi bir nəfər danışır, biz danışırıq deyə Allah onlardan da razı olsun, ədəblərinə qurban. İnşallah bizi üzürlü bilərlər. Amma insan sözünün deyərlər iki mənası var dilçilik baxımından. Bir, üns sözündəndir. Ünsiyyət quran. Görsən, tanımadığın adamla biraz həm söhbət olursan, nömrə götürürsən, əlaqə yaradırsan, danışırsan. Bəzən hətta bir qatarda, bir təyyarədə heç dilin bilmirsən. Amma bir bədən dili ilə, o vücud dili ilə belə deyək də, o lal dili, əl işarələri ilə bir-birinizi başa salırsınız. Və bir mənası ünsiyyət qurandır, bir mənası da nisyan kökündəndir deyirlər, unutqandır. Allah Teala Peyğəmbər salavatullaha buyurur ki, fəzəkkir, innəma əntə muzakkir. Bu ayəni təkrarlayır. Deyir, ya Peyğəmbər, sən xatırlat. Sənin vəzifən xatırlatmaqdır, yad etməkdir. İnsan unutqan varlıq olduğuna görə, bəzi şeyləri gərək dəfələrlə deyəsən, ona xatırladasan. Məsələn, adicə o telefon, səssiz rejim var da orada. Yaxşı olar, məclisə girəndə biz o rejimə telefonlarımızı qoyaq və fürsətdən istifadə edib, əgər kim qoymayıbsa keçirsin. Bunu deyirik, yadından ola bilər çıxıb, amma indi eşidə yadıva düşür. Bəzən görsən bunu deyirik, bəlkə indi hal şahidi olacaq, xütbə tamamlanana qədər biri oradan zəng çalacaq, biri buradan çalacaq. Hələ eşidə görsən yenə insan unudur ki, eşidəndə keçirsin. Ben biraz zaman qazandım ki, fürsət tapıb keçirdəsiz, ta xütbə ortası səs gəlməsin. Və xüsusilə bu danışmaq məsələsi. Əgər baxsaq, Allah bizə bir ağız verib, iki qulaq verib. Yəni bizim qulaq asmağımız danışmağımızdan daha çox olmalıdır. Amma bizdə əksinədir. Əlbət, bu məclislər çox bərəkətli məclislərdir. Bəzən Allah bizə möhlət verib, biz ruhumuzu burada dirçəldək, mənəviyyata qovuşaq. Mən neçə nəfər tanıyıram, cavan, qoca fərqi yox. Keçən il bizimlə bir aradaydı. Gələn il məhərrəmlikdə belə edərəm deyə söyləyirdi. Amma məscid əhli neçəsini tanıyır ki, bu il bizim aramızdadır. Onlar dünyasını dəyişib. Cavan da var, yaşlı da var içərilərində. Amma onların hər birinin yerində mən də ola bilərəm və ola bilərdim. Sən də ola bilərdin, amma bugün buradasan. Bugün imamın məclisinə qatılmısan. Bugünün qədrini bil. Bugünün neymətdir sənə. İnan, bu əyləşdiyin yer elə bir qiymətli yerdir. Mən öz
günahkar halıma deyirəm bu sözü, inşallah sizin günahınız olmaz. Əgər qiyamətdə əzab sahibi olaramsa, bu layiq olmadığım, bu əyləşdiyim mənbər şəhadət verər ki, Allah bu sənin sevimli Hüseynindən burada əyləşib danışıb. Özünün əməli olmasa da, amma sənin sevdiyin Hüseynindən danışıb. Sən əyləşdiyin yer, günahkar olsan da, qiyamət günü şəhadət verər ki, Allah bu sənin sevdiyin Hüseynin məclisində bardaş qurub, diz qurub, oturub, əzadar olub, sinə vurub, diz vurub. Bu əyləşdiyin yerin qədrini bil. Sən indi elə bir yerdə əyləşməmisən ki, yolda, küçədə əyləşdiyin, parkda əyləşdiyin yer kimi ola. Yox, bu yerin əhəmiyyəti var, bu yerin qudsiyyəti var. Ona görə bu məclislərin qədrini bilək. Və mənim xüsusilə ana bacılarımadır sözüm. Çalışağın imam məclisində, Allah evində çox danışmayaq, zərurət yaranmadıqca yanındakı ilə söhbət eləmə, qulaq as. Bəlkə yanındakı qulaq asmaq istəyir, amma sən danışırsan, ona da mane olursan. Ona görə son dərəcə, əstəğfirullah, mən demirəm, mən naçizə, heç bir əməli olmayana qulaq as, yox. Amma bu danışdığım sözlər Allah şahidimdir ki, qulaq asıb əməl eləsək, dünya və axirətimizə fayda verən sözlərdir. Çünki bu Allah kəlamıdır, İmam Peyğəmbər kəlamıdır. Ona görə Allah Teala Quran-ı Kərimdə buyurur, İnnə kəlimətəllahiyəl-ulya. Allahın kəlamı, kəlamların şahıdır, sultanıdır. Nə qədər ədəblə diqqət eləyib qulaq assaq, daha çox fayda aparacaq. Mən zaten asta danışıram, bəzən bu səs gücləndiricinin vasitəsilə də heç səsim o qədər çıxmır. Amma indi sən yanındakı ilə danışdın, heç eşitməzsən. Ona görə bu danışılanları eşidib və həyatımızda tətbiq etmək üçün məclisin adabını qorumaq lazımdır. Kimin məclisinə gəlmişik, hara gəlmişik, ilk öncə onun fərqinə varmalıyıq. Əl-qissə, əl-qərəz bu bir müqəddimə idi, giriş idi. Amma məclisimizdə dünəndən rəsm adət etmişik, dua-i fərəc oxuyub, İmam Hüseyin əleyhissalama təvəssül eləyib, məclisimizə başlayırıq. Odur ki, harda varıq, çöldə ayaqüstə duran əzizlərim, səsimizi eşidənlər, canlı vasitəsilə evlərində, işlərdə, yolda, maşında, hardansa hal-hazırda ki, bizimlə birlikdəsən, qəlbin və ruhun elə bu məclisdədir. İnşallah Zəmanə imamımızın dua-i fərəcini oxuyaq. Əza sahibi İmam Zaman əleyhissalamdır. Məclisimizə nəzər eləsin, diqqət eləsin deyə Bismillahirrahmanirrahim. Allahümme kulli veliyken Hüccet ibnil Hasan Salavatuke aleyhi ve ala azis sa'a ve fi kulli sa'a وليا وحافظا وقائدا وناصرا ودليلا وعينا تسكنه أرضك وتمتعه فيها طويلا برحمتك يا أرحم الراحمين. السلام عليك يا
أبا عبد الله الحسين السلام عليك يا ابن رسول الله السلام عليك يا ابن رسول الله يا حجة الله على خلقه يا سيدنا ومولانا إنا توجهنا واستشفعنا وتوسلنا بك إلى الله وقدمناك بين يدي حاجاتنا يا وجيها عند الله اشكلا يا وجيها السلام على الحسين وعلى علي بن الحسين وعلى أولاد الحسين وعلى أصحاب الحسين صلوات سجد وعجل فرجهم Allah'ım ixlasla, riyasız bu məclisi bizdən ali dərəcədə qəbul etkinən. Möhtərəm cəmaatımız, əziz möminlər, möminələr, bacı və qardaşlar, bugün sizinlə İmam Hüseyin əleyhissalamın əmisi oğlu Müslim ibn Əqilin Küfədə necə şəhid olduğu və iki balasının, Tiflan-ı Müslim deyərlər, İbrahim və Məhəmməd adlı balalarının necə şəhid olduğu barəsində danışacaq. Bir sözlə, hər 10 günümüzün hər birində Kərbəladan bu günümüzə bir mesaj adı ilə başlayırıq. Dünənki söhbətimizdə olanlar bilir, əgər unudubsuzsa xatırlayıram, ayın hörmətini və ehtiramını qorumaq barəsində danışdıq. Bugünkü mesaj əslində əhdə vəfa mesajıdır. İnsan verdiyi sözü tutmalıdır. Söz əmanətdir, söz namusdur deyərlər, gərək sözə xəyanət eləməyəsən. Və məhz bugün sizinlə əhdə vəfa, əhdə xəyanət, bir növ əhd ilə bağlı danışacaq. Amma bir şeyi unutmayaq ki, belə bir sual yarana bilər və bu sualı da dünən mənə veriblər ki, İmam Hüseyin əleyhissalamın və yar-ı ənsarının bu suala diqqətlə qulaq as. Sənə də sual verə bilərlər. Bugün o qədər nifaq törədənlər, fitnəkarlar artıb ki, insanların qəlbinə şübhə toxumları əkir, səpir. O sözü deyir, görsən bir gün, 2 gün fikirləşirsən, cavab tapa bilməyəndə elə şeytan da biraz üstəliyir, öz düşüncələrində artıq azırsan, zəlalətə doğru gedirsən. Deyir ki, İmam Hüseyin əleyhissalam və yar-ı ənsarı Aşura günü, Aşura da əşərə aşir ərəb dilində 10 deməkdir. Məhərrəm ayının 10-cu günü şəhid olublar da. Niyə biz 1-ci gündən matəm saxlayırıq? Yəni elə bil 10 gün sonra şəhid olacaqsa, biz 10 gün qabaqdan niyə əzadarıq, niyə qara geyinlik, niyə sinə vururuq?
Adam bəzən rasional düşüncə, məntiqi, əqli suallar verir, tərəf cavab tapmayanda tez aza bilər. Çünki o sualları verənlərin bəzən elə müəllim ustadı şeytandır. Allah Teala Quran-ı Kərimin sonuncu surəsinin sonuncu ayəsində 114-cü surənin Nas İnsanlar surəsinin 5-ci sonuncu ayətində şeytan barəsində danışanda buyurur minel cinnəti və nas. Şeytan həm cin tayfasındandır. Gözə görünməyən olar. Bir də insanlardan. Yəni sənin mənim kimi elə görkəmi insan, surəti insan ola bilər, amma onun iç dünyası, onun ideologiyası, onun fikri, düşüncəsi, təfəkkürü büsbütün şeytandan ibarət ola bilər. Allah bizi insan cildində olan şeytanlardan qorusun. Bəzən görürsən, dost kimi adama o qədər yaxın olur. Ürək sirdaşıva çevrilir. Amma görürsən elə ən böyük xəyanət də elə, ən böyük sənə zərbələri də vuran o olur. Ona görə İmam Əli əleyhissalam buyurur ki, əgər biri sənin kürəyinə əlini qoyubsa, tumar çəkirsə, elə həmişə sənin qeydüvə qalır deyə düşünmə. Bəlkə arxadan sənə zərbə vuracaq xəncərin yerini rahatlayır o. Ona görə elə həmişə adamın çiyninə əl qoyanla da dostluq, qardaşlıq anlamına gəlməz. Və bu gün danışacağımız hadisədə bunlarla bağlıdır deyə mən bunu öncəlik olaraq, giriş olaraq qeyd edirəm. Allah Teala Quran-ı Kərimdə Maidə surəsinin 1-ci ayətində buyurur: "Ya eyyuhellezina amanu." Ey Allaha iman gətirənlər. Ufu bil uqud. Verdiyi sözləri tutun. Quran xitabı 2 qismdir. Burada qeyd edirəm yenə illərlə 10 il, 14 il, 16 il elm, təhsil uğrunda diz qatlayıb oxuyan alim qardaşlarım var, əyləşiblər aramızda. Onlar daha gözəl bilirlər. Quranın xitabları 2 qismdir. Bəzən Allah buyurur: "Ya eyyuhənnas." Ey insanlar, xitab ümumidir. Amma bəzən ümumin içərisindən xüsuslaşdırır, iman əhlinə xitab eləyir. Yəni, cahil bunu eləyir. Heç olmasa sən Allaha inanan, sən namaz qılan bunu eləmə. Yəni, xüsusiləşdirir ki, insan biraz daha da fərqinə varsın. Buyurur: "Ya eyyuhəllezina amanu." Ey Allaha inananlar. Yəni, sən ki özünə mömin deyirsən, sən ki möminə deyirsən, namaz qılırsan, əlində təsbih, zikr eləyirsən, ufu bil uqud. Verdiyiniz sözü tutun, sözə xəyanət eləməyin. Və məhz elə bu ayətdən keçid alıram, Kərbəla hadisəsində bu suala cavab verəm ki, niyə biz 10 gün qabaqdan başlamışıq? Niyə dünəndən hələ 10 gün sonra şəhid olacaq insanların xatirəsini, onların anım gününü yad eləyirik? Cavab budur ki, Kərbəla elə Məhərrəmin 1-dən başlamışdı. Onlar şəhid olmamış elə onların müsibətli günləri başlamışdı. İmam Hüseyin əleyhissalam hələ Məkkədə idi. Ərəfə günü Müslim ibn Əqili şəhid eləmişdilər. Bu gün o tarixi hadisəni danışıram. Yəni, qurbandan bir gün qabaq sabahki qurban olacaqdı və həc mərasimi bitəcəkdi. Həc mərasiminin bir gün bitməsinə qalmış İmam Hüseyin əleyhissalam həcci tərk eləyir. Məkkədən çıxır, Kərbəlaya gəlir. Yəni, artıq Məhərrəm ayından 21 gün əvvəl, yəni 20 gün qurbandan sonra Məhərrəmlikdir, bir gün qabaq da Ərəfədir, 21 gün əvvəl əslində bu Kərbəla projesi başlayıb. İmam Hüseyin əleyhissalamın da Kərbəlaya çatması bu axşam və sabahdır. Yəni Məhərrəmliyin 3-cü, biz sabah o mövzuya toxunacaq.
Burada suallar yaranır. Axı Məkkədən gələndə İmam Hüseyn əleyhissalam Mədinədən getmişdi. Ziyarətdə olan hacılarımız, ümrə ziyarətində olanlar bilir. Məkkədən Mədinəyə gəlib sonra İraqa keçirsəm, Məkkə, Mədinə Səudiyyə Ərəbistanının ərazisidir. Amma İraq başqa ölkədir. Sual yaranır. İmam Hüseyn əleyhissalam niyə Mədinəyə gəlmədi? Niyə Nəcəfə gəlmədi? Kufiyə niyə getdi, Kərbəlaya çıxdı? Bilirsinizmi niyə? Çünki imamın qabağını kəsmişdilər. Mədinəyə buraxmadılar. Cəddi Rəsulullahın şəhərinə buraxmadılar. Atası Əli ibn Əbi Talibin yanına buraxmadılar. Ta qoşunu ilə gəldi, dayandı. Sabah ətraflı danışacaq. Fəratın kənarında bilirsinizmi niyə? Çünki dəstədə körpə, qundaq 6 aylıq Əli Əsqər balası var idi. 3-4 yaşında qız uşaqları var idi. Allah heç bir ailə başçısını, ailəsi balaları yanında pərt eləməsin, xəcalətdə eləməsin. Allah heç kimi fəqirliklə, yoxsulluqla imtihana çəkməsin. Mən haşiyə çıxıram. Bir dəfə yadımdadır o pandemiya vaxtı. O 2 saatla ki evdən çıxırdılar, ha? Məscidlər də sosial məsafə ilə 50 nəfər buraxırdılar. Axşam vaxtı idi. Məsciddən çıxanda gördüm darvazanın qabağında bir cavan oğlan, bir 30-a yaxın yaşı olardı. Məscidə baxır, ağlayır. O bəzən ürəyi dolandan söz soruşanda biraz da uşaq kimi hönkür-hönkür ağlayır. Yaxınlaşdım, dedim, qardaşım, niyə ağlayırsan? Bu biraz da başladı hönkür-hönkür ağlamağa. Dedi, acı bilmirəm necə deyim. 2 gündür özüm deyir günəmuzd işləyirəm, fəhlə işləyirəm. Amma 2 gündür evimdə 2 dənə qız uşağım var. Məndən yeyəcək bir şey istəyib. Uşağın istədiyi nə olar? Deyir, məndən bir şeylər istəyib. Mən səhər olar yuxudan durmamış evdən tez çıxıram ki, məni görməsin. Deyir, bugün də gəldim, dayandım, bir şey olmadı. İşə aparan olmadı. İndi gözləyirəm ki, onlar yatsın, sonra mən evə gedim. Allah heç kimi balaları yanında, ailəsi yanında şərməndə eləməsin. Çox çətindir, ağırdır. İmam Hüseyn əleyhissalam da bir növ şərməndə oldu, xəcil oldu. Bilirsiniz niyə? Sözlər var tarixdə, adam hər şeyi danışa bilmir, hər şeyi deyə bilmir. Amma İmam Hüseyn əleyhissalamı Kufəlilər qonaq çağırıb. Amma indi ailəsin, balaların götürüb qonaq, amma evə buraxmırlar. İndi nə hal, bir təsəvvür elə də, elə bil özümü hara, mən özümü deyirəm, mən günahkar hara, imamla özümü müqayisə eləyəm hara, heç dırnağının tozu atılan dırnağı döyürəm. Amma bir təsəvvür elə, ailəyə, balığa demişsən, bizi pəhpəhlə gözləyirlər. İndi gəlib sən heç yaxına buraxmırlar. Adam bir xəcalətdə olardı balalarının yanında, ailəsinin yanında. İmam Hüseyn əleyhissalam Ərəfədə idi. Müslim ibn Əqil onun əmsi oğlu idi. İndiki dillə desək, səfir kimi öz tərəfindən bir nümayəndə göndərmişdi. Amma nə deyək bu vəfasız dünyanın vəfasız sakinlərinə? Onlar ki, imama yüzlər, minlər, 10 minlər, hətta bir yerdə mən oxudum, 18 minə yaxın imama məktub yazmışdılar. 18 min nəfər gəlginən qılınclar qınında biz gözləyirik xəlifəyə qarşı çıxaq. Amma əhdə vəfa məsələsi çox mühümdür. Hətta o qədər mühümdür ki, Peyğəmbər salavatullah buyurur, la dinə limən la əhdələ. Əhdənə vəfa etməyənin dini də yoxdur. Bu qədər kəskin şəkildə hədislərimiz var. Vəfa əslində cəmiyyəti ayaqda saxlayan bir məsələdir. Vəfasızlıq isə ən ağır yaradır. Əgər biz baxmış olsaq,
tarix boyu bir çox xalqların, millətlərin, dövlətlərin əslində düşmən qılıncı ilə yox, dost xəyanəti ilə yıxıldığının biz şahid ola bilərik. Öz içlərindən xəyanətlə onları məhv eləyiblər, onları süquta uğradıblar, diz çöktürüblər. Bir sözlə, Kərbəla faciəsinin kökündə də məhz vəfasızlıq dayanır. Bilirsinizmi niyə? O Kufəlilər ki 18.000 məktub yazmışdılar, namə yazmışdılar, imamı ki dəvət eləyirdilər. Ya Hüseyn gəl, sənə yardım edəcəyik, canımız sənə fəda, malımız sənə fəda, balalarımız sənə fəda. Amma bir vaxt gəldi, qəlblər dəyişdi, insanların fikirləri dəyişdi. Bir sözlə, İmam Hüseyn əleyhissalamın əmisi oğlu Müslim ibn Əqil Kufiyə gəldi. Gələndə o qədər pişvazına çıxdılar. Sözlər çoxdur, mən sizi çox yormaq istəmirəm. Bir hissəsinə toxunacam. Deyir, həmin gecə ki Müslim ibn Əqil gəldi Kufə məscidinə, deyir, məsciddə yer yox idi, ta imamın əmisi oğlu nümayəndəsidir gəlib. Deyir, namazı qılıb, geri çönəndə gördü, bir nəfər əyilib, bu çiynimə atdığıma əba deyərlər. Buna ləbbadə, digərinə qəba, hərəsinin öz adı var. Deyir, bir nəfər əyilib, Müslim ibn Əqilin əbasından öpürdü. Deyir, əlindən yapışır, onu qaldırır. Deyir, belə eləmə, niyə öpürsən? Deyir ki, sənin əbondan öpürəm ki, onun tozu mənim üzümə dəysin, mən əhli behişt olum, cənnət əhli olum. Müslim ibn Əqil deyir, əgər sona qədər belə qalsın, xoş sənin halı var, xoş sənin halı var. Amma bir vaxt oldu ki, İbn Ziyad əleyhillənə vəl-əzab, Yazid məlunun zalimin göstərişi ilə Müslim ibn Əqilin ölüm fərmanını verdi, başını istədi ki, ona Şama aparsın. Caizə, bizim dildə hədiyyə də onun başına pul qoydular. Onlar ki, arxasında namaz qılırdı, onlar ki, ya Hüseyn gəl canımız sənə qurban deyirdilər, Kufənin küçələrində məhlə-məhlə axtarırlar, onun başını aparıb ona verələr. Aman bu dünyanın əlindən, aman bu nəfsin əlindən. Ona görə deyirəm ki, biraz ayıq olaq, biraz diqqətli olaq. Onlar ki, deyir ki, niyə Kərbəla hadisəsi Aşura günü baş verib 10 gün tez başlayırsınız? Bu hadisələr elə məhərrəmlik girməmiş baş verib. Onların müsibəti məhərrəmlikdən qabaq başlayıb. Biz hələ gecikmişik. Biz gecikmişik. Deyir, Müslim ibn Əqil bir yerdə gəldi, ta yüzlər insanla vuruşdu. Gəldi bir küncə, ta qaçış yolu yox, özünü o qoşuna doğru, deyir, gördü bir nəfər hamıdan qabaq gəlir. Əlində qılınc, axıb kim başı apardı, hədiyyəni o aparacaq da. Deyir, gördüm, o ki birinci gecə əyilib əbamdan öpürdü ki, əbondan öpürəm, toz üstümə düşsün, behişt əhli olam. Bilmirik ki, bizim axırımız necə olacaq. Allah axırımızı xeyr eləsin. Allah axırımızı xeyr eləsin. Deyir, gördüm, hamıdan qabaq o gəlib mənim başımı kəsib aparmaq istəyir. Əl-qissə əl-qərəz. Müslim ibn Əqili əsir tuturlar, gətirirlər. Amma Müslim ibn Əqil tək qalmasına baxmayaraq, amma yenə imamı difa edirdi. İmamı hətta orada bizim klassik şairlərimizdən Xurşudbani Natəvaninin dilindən vəsf edirlər. Uzun mən bir vaxtın azlığını nəzərə alıb, əziz qardaşım, inşallah Tiflan-ı Müslimin o iki balasının o ac, belə deyək, susuz halda şəhid olduğundan danışacaq, oxuyacaq. Mən çox da sizi yormaq istəmirəm, amma elə sözlər var,
qəlbim yanır. İstəyirəm onları sizlə bölüşəm. Çünki bunlar tarixdə qalıb, çoxlarımızın xəbəri yoxdur, oxumuruq, məlumatsızıq. Amma bunları gərək deyək. Məlumdur, gələn ilə mən burada olam, siz burada olasınız, bilmirik ki. Amma Allah ömürdən vəfa qılıb bu il bir yerdəyik, bu sözləri gərək eşidək. Bunları eşidənlər başqalarına desin, xatırlasın. Xurşudbani Natavani Müslim ibn Əqilin dilindən, o ki sarayın üstünə qaldırıblar, o Məlun İbn Ziyad deyir ki, kim əgər Hüseynə tərəf geçsə aqibəti bunun tək olacaq. O ki sarayın üstünə qaldırıblar, oradan başı aşağı üzü üstə atalar öldürələr. Deyir orada onun dilindən elə bil hava vasitəsilə imama səslənir. Ey Səbah, söylə Hüseynə kərb-ü bəlaya gəlməsin. Bilir ki, o gəlsə başına nə gələcək, əli çatmır imama. Çünki imam onu göndərib ki, ged oradan mənə bir xəbər gətir. Xurşudbani Natavani bizim klassik şairələrimizdəndir. Əhl-i Beytə qəlbində sevgi, məhəbbəti olan xanımlardan olub, iffət ismə sahibi. Ey Səbah, söylə Hüseynə kərb-ü bəlaya gəlməsin. Gəlsə düşər bu dəşti dərd-ü bəlaya gəlməsin. Deyir, gəlsə onu da bəla bürüyəcək, onun da başına bu hadisələr gələcək. Söylə gətirməsin Əkbərin, Qasimi, Əsxəri, qoymasın əhli hərəmi bu müsibət sarayına gəlməsin. Sanki bilir ki, Əli Əkbərin başına nə gələcək, o qundaq balanın başına nə gələcək, onların hamısını o hava vasitəsilə, o külək vasitəsilə, Səba yel küləkdir, onun vasitəsilə istəyir imama söyləyə. Əl-Qissə Əl-Qərəz, Müslim ibn Əqili o saraydan üstündən atırlar yerə və Müslim ibn Əqili şəhid edirlər. Amma Müslim ibn Əqilin 2 körpə balası var idi. İbrahim və Muhammed adında. Təqib eləyəndə atadır, balaların da özü ilə götürmüşdü gedəndə. Çünki İzzətlə qarşılaşacaq deyə düşünürdü. Adam bir xoş yerə gedəndə istəyir balasını da özü ilə aparsın, bir xatirə qalsın. Amma o namərdlər, o məlunlar Müslim ibn Əqilin o 2 balasına da qıydılar. O 2 balasına da rəhm eləmədilər. Deyir, Müslim ibn Əqil Kufə küçələrində balaların özündən ayırdı. Dedi, balalarım, bir yolla özünü Hüseynə çatdırın. Mən bilirəm ki, sağ qalmayacam, bilirəm ki, məni sağ buraxmazlar. Bari mən şəhid olsam, siz sağ qalasınız. Deyir, o küçələrdə, qaranlıq küçələrdə bir yerə gəldi, çatdı. Bir xanım, iffət ismət sahibi, tanımasa da qapını açanda su istədi. Dedi, susuzam, mənə bir içim su ver. Su alır, amma onu şəhid edəndən sonra küçələrdə təqib edib o 2 balanı tapırlar. Muhammed və İbrahimi tarixdə yazsaz buna tiflan-ı Müslim deyirlər. Müslimin 2 tifil balası, çarəsiz balalar, 2 qardaş. Mən bir neçə kəlməyə sözümü müxtəsər eləyib qardaşıma təqdim edəcəm. İnşallah o gözəl səsi ilə mən də elə ağlamağımı ona saxlamışam. Deyir, o 2 bala gəlirlər bir evdə gecəliyəndə bir xanım bunları görür. 2 qardaş qol boyun ağlaya-ağlaya. Deyir, elə hey bir-birinə deyirlər ki, görən atamız necədir? O körpə balalar bir-biri ilə öz halları bir yana. İbrahim Muhammedə, Muhammed İbrahimə deyir ki, görən atamı öldürdülər. Görən atamız sağdır. Xanım bunları eşidir. Deyir, siz kimsiz? Atos kimdir? Deyir, biz peyğəmbər balalarıyıq, biz peyğəmbər nəvələriyik. Onları gizdin gətirir evinə. Onlara su verir.
bir xəlvət bir otaqda yer verir. Deyir gecənin bir aləmi, demə bu xanımın oğlu Haris adında o zalim namərd məlun İbn Ziyadın əskərlərindən imiş, onun ordusundan imiş. Gecə bir yarı gəlir evə, yemək yeməyə, xörək yeməyə, anası süfrə açır. Bu balaları da gizlədib. Bilir ki, oğlu axtarır bu körpə balaları. Gizlətmək istəyir. Amma gecənin bir yarı bu iki qardaş, iki bala yuxu görür. Yuxudan ayılanda bir-birini qucaqlayıb hönkür-hönkür ağlayanda bu məlun namərd zalim uşaqların səsini eşidir. Gəlir, baxır, görür o axtardığı evdə. Anası çox yalvarır. Çox deyir ki, bu tifillərə qıyma ginən, aparma ginən. Deyir, bunların çoxlu hədiyyə verəcəklər. Bunlara görə, bunların başına görə pul qoyulub və s. Əl-qissə, əl-qərəz iki bu balanı gətirirlər. Gətirirlər. Hətta bir tarixdə, rəvayətdə var, zindanda olurlar. Zindanda bunlar ağlayanda o yuxu hadisəsinə toxunum. Yuxularını danışırlar ki, deyir, qardaş, görürəm bizim başımızı bədənimizdən ayırırlar. O da eyni yuxunu qardaşına danışır. Bir-birinə o körpə balalar təsəlli verir. Amma zindanda olanda bir gün zindanban bunları zindana salanda, hələ başlarını kəsməyəndə, gətirib zindana salanda, bunlar iki qardaş çox ağlayanda bir gün bu zindanban ürəyi ağrıyır. Deyir, siz kimlərdənsiniz, niyə belə ağlayırsınız? Deyir, biz Peyğəmbər nəslindənik, onun ailəsindən, Müslimin balaları. Bu açır, deyir, siz o qədər uzaqlaşın ki, sizi tapmasınlar, sizi görməsinlər. Amma axtarış nəticəsində tapırlar, elə o məlun Harisə tapşırırlar ki, bunların boynunu vurub başlarını gətirsinlər. Deyir, Fəratın kənarına gələndə o iki qardaş bilir şəhid olacaq. Başlarını bədənindən ayıracaqlar. Amma son anda yenə atalarını yad eləyirlər iki qardaş. Deyir, o anda icazə alırlar, deyirlər, bizə icazə ver, 2 rəkət, son 2 rəkət namazımızı qılaq. Bax ki, bizim başımıza biraz hadisə gələndə, evimizdə, işimizdə namazı gecikdiririk. Amma bilirlər şəhid olacaqlar, möhlət alırlar ki, son 2 rəkət namaz qılaq. Deyir, namaz qılıb bitirəndən sonra istəyir birinci o kiçik qardaşının başını vura. Böyük qardaş İbrahim deyir ki, xahiş eləyirəm, birinci mənim başımı vur ginən. Deyir, niyə? Deyir, çünki biz ayrılanda atam onu mənə tapşırmışdı. Atam onu mənə tapşırmışdı. Mən razı ola bilmərəm ki, mənim gözümün qabağındadır. Qardaşımın başını vurasın. Deyir, o namərd məlun bunların yalvarışlarına baxmadı, məsum davranışlarına baxmadı. Və qardaşın başını vurdu, hər ikisini, cəsədlərini Fərata atdı. Tarix yazarlar yazır o məlunun dilindən. Deyir, mən gördüm ki, iki qardaş Fəratın çayında qol boyun oldular, qucaqlaşdı. Yokçufanın ahlinde vefa canma Hüseyin can. Yokçufanın ahlinde vefa canma Hüseyin can. Kurmuşlar sana dam belam canma Hüseyin can. Korkum budur sen gel sana gel ey şehvanı.
Mahşer ola kızlar ve bu küfede börpur çünkü çölü evvelde şüre eyleyibim zaman ne eyledi bir şerem o hayat gelme sen can yok şu fenin ehlinde vefa gelme sen can kurmuşlar sana dam evvelaya gelme sen can icazə aldı o namərdlərdə dedi axırıncı dəfə 2 rükət namaz qılın icazə verin üzün dolandırdı Kərbəlaya əllərin qoydu ürək başına belə yana yana dedi Esselamu aleyke ya Aba Abdillah Esselamu aleyke ya garibel vatan Hüseyin gelme sana canım kurban Hüseyin sana balalarım kurban Hüseyin gelme gelme ben garibim sefiriyem ağamın gözlerine müşteriyem ağamın ay namədlər kolumu bağlamıyor mən qaçmaram əsiriyəm ağamın mən qəribəyəm iki gözüm yoldadır biri Hüseyin biri ələm dardadır Küfəlilər evdə rahat yatıblar heç bilmirəm balalar vardadır Səs verin ya Hüseyin mən qərbəyəm bir qayğıma qalan yox qürbət yerdə məni yada salan yox indi bildim əmim əlinə çəkib qəlbim sınıb salamımı alay yox aydanlıq məzlumiyyətə qurban olum Hüseyin Aziz ustadım işarə verdi Müslümün o iki balasına o iki balaya təvəssül eyleyin İki qardaş belə məzlumcasına başları bədəndən ayırır Allah heç bir qardaşın qəlbinə qardaşlıq çəkmir Allah heç bir qardaşın qabağında qardaşın canını almır Burada kardeşin elden verenler var Burada kardeş dağıyla yananlar var Burada bala dağıyla köz olanlar var Hari saralan rengimize bir nazar eyle Öldürme bizi
قهر خدادن نظر ایله گل etme cefa mehr و وفا رسمini atma şerm et iki kardeş kanını birbirine katma Haris bizi gel birbirimizden ayrı salma biz ah yetimiz bizim bir anamızın gözü yoldadır hiç bilmirik atamız hardadır Allah lanet eləsin Harisə o iki kardeşin başın bedeninden o ayrılıb ama bu iki kardeş biri-biriyle kucaklaştılar biri deyir əvvəl mənim başımı kəs o birisi o kardeşin öpür bağrına basır deyir yox birinci mənim başımı kəs Allah Allah necə müsibətdir necə müsibətdir amma neynədir deyir böyük qardaş dəsmal ilə balaca qardaşının gözün bağladı dedi qardaş kəsəndə başımı qardaş dayanıb xəncərə baxma uşaqsan ağlama şəhzadə qardaşım qorxma Haris əvvəl mənim başımı kəs mənim balaca qardaşım dözə bilməz məzlumiyyətə qurban olur koydu xəncər o nazik boğaza kəsdi başın kəsəndə başını dildən ucalandı bir ah ucadan səslədi əşhədü ən la ilahə illallah yaralı balam la ilahe yaralı ay yaralı Allah bu iki balanın ziyaretinde kimler olub ama o kadar abu havası var o yerin o kadar qəmli mənzərəsi var o yerin ailəlicə hamısı şəhid olub Müslüm ibn Əqil balaları ailəsi Allah hər birinizə oranın o iki balanın məxsusən ziyarətin nəsib eləsin onlar bir-birinin həsrətində bir-birin qucaqlayıb başları bədənindən ayrılıb Allah heç bir qardaşa göstərməsin Allah heç bir qardaşın ürəyi yandırmasın qardaş dayağıdır qardaş böyük neymətdir bir qardaşımız var idi bizim Ay Hüseynin əzasına gələnlər dedim mənim bir məhərrəm qabağı işlərim çıxdı Həzrət İmam Hüseyin əleyhissalamın yasına matəmin birinci, ikinci günü idi gedə bilmirdim amma ürəyimdə o qədər öz-özümü danlayırdım ki Həzrət Fatimənin balasının məclisinə sən niyə gedmirsən amma işlərimlə əlaqədar olaraq gəlib çatıb gedə bilmirdim İmam Hüseyin ağanın məclisinə. Üçüncü gün yatdım, yuxuda gördüm İmam Hüseyin ağaya məclis qurulub,
Mənim bütün dostlarım, bütün ətrafım, bütün məscid əhli, hamı oradadır. Hamı oradadır. Amma mənim yerim boşdur. O zaman gördüm bir xanım gəldi, dedi, filan kəs, mən 3 gündür səni məclisdə görmürəm. 3 gündür sən niyə gəlmirsən mənim balamın əzasına, mənim balamın məclisinə? O qədər utandım, baxa bilmədim üzünə. O qədər utandım, xəzalət çəkdim. Amma nə olur olsun söz verdim, gələcəm Həzrət İmam Hüseyin ağanın məclisinə. Çünki bu məclislər hamısı dəvətləndir. Sənin dəvətin var İmam Hüseyin ağanın məclisinə. Gəlibsən, xoş olsun halı var. İmam Hüseyin ağanın əzasına gəlibsən. Amma ya Əbu Abdillah, biz bilirik günahkarıq, günahımız çoxdur. Amma ya Əbu Abdillah, biz səni çox istəyirik. Biz sənin matəmini gözləyirdik. Gəlsin matəmin ürəyimizin dərdini sənə deyək. Ürəyimizin dərdini sənə söyləyək ya Əbu Abdillah. Hacıya da, mənə də, əzizlərimə də xəstəsi olanları deyirlər. Xəstəsi olanlar var, müşkül olanlar var, övladı olmayanlar var. Çətinliyi olanlar var. İlahi sənə andı verirəm, Həzrəti Müslüm ibn Əqilin o əllərdə ölən balalarının hörmətinə, o iki qardaşının biri-birinə olan məhəbbətinin hörmətinə, bu məclisə gələnləri naümid əliboş yola salma. Hüseynim vay, Hüseynim vay, Hüseynim vay. Durma ayaq, elə yerdə sinə vuraq. Hüseynim vay, Hüseynim nureynim vay, Hüseynim vay. Yaraların axar qanı, eder günnar meydanı. Bacın qurban başın hanı, susuz əldə ölən qardaş, hani o bir cəfən qardaş, sinən üstə yaran çoxdur, tamam nizəvi oxdur, öpəm bulsa yeri yoxdur, səni yad eylərəm qardaş, ölüncən ağlaram qardaş, Yasuve saxlaram qardaş, gərək qan ağlasın Zeynəb, cahanı dağlasın Zeynəb, gərək qan ağlasın Zeynəb, sənə yasaqlasın Zeynəb, başın yox iştiyaqından, öpüm qardaş dodağından, öpüm qardaş dodağından, öpüm qoy mən ayağından, bulut tək dolmayım neylim, pərişan olmayım neylim,
olmayım eyleyim. Nabi insaf emiş edvaya, libasun eyneyip talan, koyupdur neşdir ya. Edim koygan ile rengi, bu zülfün tam tapam tescil, tapam tescil diyen mümkün. Gülistan'da açık günler, Keliyim avaza bülbüller, eder noha yanan dinler. Hüseyin'im nuri eynim var, rahmeyle har etsen bize Kur'an'a hatir. Rahmeyle har etsen bize Kur'an'a hatir. Öldürme Hak Hazreti Sübhan'a hatir. Rahmeyle har etsen bize Kur'an'a hatir. Cevap rahmeyle, rahmeyle har etsen bizi Kur'an'a hatir. Bir de Kur'an'a hatir. Öldürme Hak Hazreti Sübhan'a hatir. Öldürme Hak Hazreti Sübhan'a hatir. Rahmeyle haris, rahmeyle haris sen bize. Uza diye rahmeyle. Öldürme nahak, ay öldürme Hak Hazreti Sübhan'a hatir. De öldürme biz Müslümün etfaliyi eyla Müselman. Gel koyma gurbette bizi nalan o giryan. Kılmaz reva bu zulmü hiç insana insan. Rahmeyle har etsen bize Kur'an'a hatir. Rahmeyle har etsen bize Kur'an'a. Öldürme Hak Hazreti, öldürme Hak Hazreti Sübhan'dir. Bir neçe müddet yuşeyi zindanda kaldım, döndü Rıza'yı Hazreti Cemal'e aldım. Ama o yerde gül kimi sondu saraldım. Rahmeyle har etsen bize Kur'an'a hatir. Rahmeyle har etsen bize bir de rahmeyle har. Öldürme Hak Hazreti Sübhan'a hatir. Öldürme Hak Hazreti ey öldürme Hak. Bir olma rıza çeksin anamız derde mehmet. Etfal ile kalsın gözü yollarda hasret.
به صفا علمدار وفادار میر و علم صاحب علم بابل مراد بابل نزار دلlara kurban gayrete kurban Olma rıza çeksin anamız derde mühret Esfaline kalsın gözü yollarda həsrət Xof eyle ruzi həşrdən eylam ürüvvət Rəhm eyle harisən bizə Qur'ana xatir De rəhm eyle harisən bizə Qur'ana xatir Maşallah Hazreti Sübhane hatır öldürme nahak, öldürme Ey mehru mehabbette görürsem bir nasip büyük Bir kimsemiz yoktur bu gürbette garip Amma Resulallah hemen sevde garip Rəhm eylə harisən bizə Qur'ana xatir Rəhm eylə harisən bizə Qur'ana xatir Bir də rəhm eylə harisən bizə Qur'ana xatir Öldürmə Rahət Həzrəti Qur'ana xatir Öldürmə Eşkünde divane mənim Yanaram şam-ı səhər Şəm və pərvanə mənim Deyərəm şam-ı səhər Eşkünde divane mənim Deyərəm şam-ı səhər Şəm və pərvanə mənim Yanaram şam-ı səhər Muharrem'ün geldi ağa Adım düşüp dillere Sen ağasan Mezarı eyle kerem bizlere Muharrem'ün geldi ağa Adım düşüp dillere Sen ağasan Mezarı eyle kerem bizlere Derde deva Abi Abdillah Kalbe sefa Güzel ağa Abi Abdillah Güzel ağa Derde deva Abi Abdillah Güzel ağa Kalbe sefa Abi Abdillah Kalbe sefa Allah yüreklerde yazıp ne yazıp O kanlı defterde yazıp ne yazıp Allah yüreklerde yazıp ne yazıp O kanlı defterde yazıp ne yazıp Köyde meleklerde yazıp ne yazıp En Muharrem'ün geldi ağa Adın düşüp dillere Sen ağasan Mezarı eyle kerem Derde deva Kalbe sefa Güzel ağa Güzel ağa Eşkünde divane mənim Deyərəm şam-ı səhər Eşkünde divane mənim Deyərəm şam-ı səhər Şəm və pərvanə mənim Yanaram şam-ı səhər
düşür dillərə, sən ağasan, məzarı eylə kərəm bizlərə. İmam-ı Səqələynə, Siracul Hərəmeynə, İmam-ı Səqələynə, Siracul Hərəmeynə, hamı şiələrindən səlam olsun Hüseynə, hamı uca deyək, İmam-ı Səqələynə, Siracul Hərəmeynə, Siracul, hamı şiələrindən olsun Hüseynə, hamı şiələrindən qollarımız Hüseyn şəms-i hüdadır, zəbihəm və qəfadır, rəis-i şühədadır. Hüseyn pənci tənikrə, qol-i əhl-i kəsadır. Hamı şahlar Hüseynin qapısında gədadır. Hüseyn subh-u səfadır, Hüseyn zöhrə ziyadır, Hüseyn dərdə dəvadır, Hüseyn bab-ı rəcadır. O yer ki vətən etmiş adı, o yer ki vətən etmiş bəladır, əcəb hal-i fənadır, onun səqf-i təladır. Həmin qübbənin atda bərabərdə duadır, İmam-ı Səqələynə. Bunu hamımız deyək inşallah. Hamı şiələrindən salam, eşqlə hamı şiələrindən Hüseynə, dəri qiblədə Musa, sarı səhnədə İsa, onun kəşvəkənində duran Həzrəti Yəhya, mücavirdə dayanmış mələk səvvən o səvva, süpürər hərəminin yerin torreyi hurra, silər qəbri şərifin tozun Məryəm-i Sara, məhərrəmlər olan gələr Həzrəti Zəhra, məhərrəmlər olanda gələr Həzrəti Zəhra. Hüseynin boğazından öpüb səsləyər eyvay, öpüb səsləyər eyvay, İmam-ı görür. Hamı şiələrindən Hüseynə, son Hüseynə, Hüseyn xaliqi qəulun bəlada dedi ləbbek, ona həyyə təvəlla nidada dedi. Nəbiyyən-i müəzzəm səmada dedi ləbbek, Əli dovvuma əhli kisalda dedi ləbbek, xanım Fatimə bağı səfada dedi. Özün gördü yetişmiş murada dedi ləbbek, rəzitum bi qəzaik rizada dedi. Və təslimu li əmric qəzada dedi ləbbek. Eşkimin zineti, canımız sana feda, kanımız sana feda, hamımız sana feda. İmam-ı Səqələynə, Siracul Hərəmeynə, İmam-ı
Hamı şialarından selam olsun Hüseyin'e. olsun Hüseyin'e. Razîtu be gazâik rezâde de lebbeyk ve teslimul emri gazâde de lebbeyk. Hüseyin'in bedeninde demadem dedi lebbeyk. Teəccübdü dil açdı balada dedi lebbeyk. Elin attı dayansın esade dedi lebbeyk. Dayanmıştı zidaya zidade dedi lebbeyk. Ali Ekber qanlı əbadə dedi lebbeyk. Ondan sahib məşğul ivadə dedi lebbeyk. Beşikdən özün attı balada dedi lebbeyk. Xülasə ona ağda qərada dedi lebbeyk. İmam-ı Səqələynə ay hamı şialarından. Ay kimdi əbəl fəz başına alemi vala dolanır. Fəxr eləyər Zeynəb ona başına dünya dolanır. Başına dünya dolanır. Kimdi əbəl fəz başına alemi vala dolanır. Fəxr eləyər Zeynəb ona başına dünya dolanır. Hansı güruhum belə mavlası var de. Mavlası var şiələrin Hazreti Abbası var şiələrin Abbası var kavşona Kərbəlada mehman olum əvvəl fəz əllər vəhlə gəldi qurban olum əvvəl fəz hansı qürubum belə şiələrin bası var kimdi Əlinin balası aləmə ot vurdu vəli kimdi Əlinin balası aləmə ot vurdu vəli gərdişi dövran yatacaq yatmaz əbəl fəzl ələmi yatmaz əbəl fəz ələmi gözlərimiz əzadə yaşqan olar əbəl fəz kaş sənə canlarımız qurban olar əbəl fəz hansı qürub hansı var şiaları yallah Kazım Abbası var bir de zikreyle hamse guru Hazreti Abbası var Hansı güruhum belə mevlası var Hansı güruhum belə mevlası var Aşık əbəl fəzlidir mənası var Çünkü Hüseyin tək onun ağası var Qəlbi yanan Zeynəb-i Kübrası var Susuz
Elgemin üstünde bir imzası var. Gayretin ehdağına sevdası var. Yel yatar, tufan yatar, yatmaz Hüseyin'in persemi. Yel yatar, persemi. Yorulmuşum gələk ağa, kərəmi bir görək ağa. Eşq ilə söyləyək ağa, bozan sənə fəda Hüseyn. Eşq ilə söyləyək ağa, bozan sənə fəda Hüseyn. Yel yatar, tufan yatar, yatmaz Hüseyin'in persemi. Persemi ikili vur, yel yatar, tufan yatar, yatmaz Hüseyin'in persemi. Kimdi Əbəl Fəzli Ali Zeynəbə Balu Fərid? Kimdi Əbəl Fəzli Ali Zeynəbə Balu Fərid? Ərşə fəqət baş ucadar, hər kim onun nökəridir. Hər kim onun nökəridir, vəsfi gözəl cəmalə. Qurban olum Əbəl Fəz, qamət edil rübaya. Heyran olum Əbəl Fəz, hansı qürur Abbası var, şiyələrim. Mənə bax, Abbası var, tək vurulacaq. Hansı qüruhun belə mövlası var? Hansı qüruhun belə mövlası var? Şiyələrim hansı var? Gəldi Mah-ı Muharrəm Hüseyn can, yerlər ağlar sənə, göylər ağlar. Körpə 3 yaşlı nazlı Rüqəyyən, Şamidə can atan söylər ağlar. Gəldi Mah-ı Muharrəm Hüseyn can, yerlər ağlar sənə, göylər ağlar. Körpə 3 yaşlı nazlı Rüqəyyən, Şamidə can atan söylər ağlar. Dil açandan bəri padişahım, ya Hüseyn adı düşməz dilimdən. Lütf edib qoyma tənha məni sən, qəbrimin əvvəli tut əlimdən. Ey Nur-i Fatimə, ey Nur-i Fatimə, ehsən nəzər kimə? Narimur eyləyər bizi edən mühakimə. And verrəm adına, körpə övladına, məhşər günü yetiş bu aşiqin imdadına. Əziz-i Mustafa sən cami mürtəzasən, axan qanla qurban şəhidi Kərbəlasən. Sən ey vəfalı şahım, eşqi səfalı şahım, mərizinəm dəva et, dərdə dəvalı şahım, dərdə dəvalı şahım. Kərbəla, 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 Kərbəla.
Kerbela, 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 Kerbela. Ay yası başlanan, Sernizədə başı daşlanan, Dağı Əkbərdən qəlbi yanan, Gül cismi məqsəndə doğranan. Ay yası başlanan, Sernizədə başı daşlanan, Dağı Əkbərdən qəlbi yanan, Gül cismi məqsədə doğranan. Kərbela, 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 uca Kərbela. Kərbela, 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 Kərbela. Bəla gəldi Muharrəmin, Əstiyənə qora tərçəmin, Göydən asıldı pirəhəmin, Zəhranı yandırdı matəmin. Gəldi Muharrəmin, Əstiyənə qora tərçəmin, Göydən asıldı pirəhəmin, Zəhranı yandırdı matəmin. Kərbela, 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 Kərbela. Kərbela, 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 düşdüm əldən ələ, zülm eylədi şimro hər mələ, cismində saf yerim qalmadı, hər yerdən yağdı daş məqsələ. Düşdüm əldən ələ, zülm eylədi şimro hər mələ. Eşkimizin ünvanı, şehitlerin meydanı, şehitlerin meydanı, susuzların nalesi, Zeynep'in sabır sesi, azadlığın galesi, eşkimizin kıblesi. Kerbela, Kerbela, Xuda senden isterik, torpağın əzizləri, hamı yolun gözləri, Ərbəyini gözləri. Ay can deyirəm beykü sən, canan deyirəm beykü sən, can deyirəm beykü sən, canan deyirəm beykü sən. Kərbəlada qan dolu meydan deyirəm beykü sən, Kərbəlada qan dolu meydan deyirəm beykü sən. Ya Əbu Abdillah, ya Hüseyin Sarallah, ya Əbu Abdillah, ya Hüseyin Sarallah, ya Əbu Abdillah, ya Hüseyin Sarallah. Can deyir ləbbeyk Hüseyin, canan deyir ləbbeyk Hüseyin, Kərbəlada qan dolu meydan deyir ləbbeyk Hüseyin, can deyir ləbbeyk Hüseyin, canan deyir ləbbeyk Hüseyin, Kərbəlada qan dolu meydan deyir ləbbeyk Hüseyin.
حسین یا ابا عبدالله یا حسین صار الله یا ابا yorulma ya Aba Abdillah Sar Allah kan deyir lebbeyk Hüseyin peykan deyir Altı aylık teşneleb kurban deyir Kan deyir lebbeyk Hüseyin peykan deyir Altı aylık teşneleb kurban deyir Lebbeyk Hüseyin yar deyir Lebbeyk Hüseyin dildar deyir Göz veren kollar veren serdar deyir Hüseyin göz veren kollar veren serdar deyir Sen ya Aba Abdillah ya Hüseyin Sarallah ya Aba Abdillah ya Hüseyin Sarallah ya Aba Abdillah ya Hüseyin Sarallah şab deyir lebbeyk Hüseyin kokab deyir her deyəndə qəmçilər Zeynəb deyir Şəb deyir Ləbbeyk Hüseyin Kövkəb deyir Hər deyəndə qəmçilər Zeynəb deyir Qəm deyir Ləbbeyk Hüseyin Matəm deyir Ləbbeyk Hüseyin Zillətə baş əyməyən Pərsəm deyir Hüseyin ya Aba Abdillah ya Hüseyin Sarallah ya Aba Abdillah ya Hüseyin Sarallah İşqlə ya Aba Abdillah ya Hüseyin Sarallah ya Aba Abdillah ya Hüseyin Sarallah ya Leykar bu bala علمدار حسین یا لیکر و بلا علمدار حسین منم کرب و بلا علمدار حسین منم کرب و بلا علمدار حسین منم عباس علی ابن ابی طالب صفدر منم ماه منور منم شیر دلاور منم ساقه ساغر منم یک دن لشکر denen Kufədə Heydər yolunu gözləməsinlər Bugün Kərbəladə mənəm Heydər digər mənəm Fatih Xeybər mənəm Kərbəla Ələmdar Hüseyn mənəm Kərbəla Ələmdar Hüseyn mənəm منم کرب و بلا حسین منم الفضل منی ترکنانم زنگل دوران منم حافظ قرآن منم خنجر قرآن منم اشزه شیران من نامتر canlarım name yazanlar Uzun qolları mən an olub bayrağı Qur'an Mənəm Kərbəla Mənəm Kərbəla İşq ilə mənəm Kərbəla Hüseyn mənəm Kərbəla Hüseyn nəfəsin eylədi tazə Hüseyin can Mevlana, Hüseyin can Mevlana Mənəm Kərbəla, aləmdar Hüseyin Mənəm Kərbəla İşq ilə mənəm
منم کرب و بلا حسین قد قامت قیامت یوزا قامت واردی güzel heybet vardı acayip cüreti vardı görümler bileyinde beter kudreti vardı kaçanlar yıkılıp ses verecek zerbeti vardı Ebel Fazli Ali'di Ali gayreti vardı نه خوش عزت واردی منم کرب و بلا علم دار حسین منم کرب و بلا علم دار حسین منم کرب و بلا علم دار حسین منم کرب و بلا دار Hüseyin ağamın adına kurban adı izzətdir bizə O mübarək adı şəxsiyyəti neymətdir bizə Qoymarıq şərb u bəladan ona cənnətdir bizə Qoymarıq boş qala şahın hərəmin Qoymarıq boş qala şahın hərəmin را tutarıq başımız üstə ələmin Ya Zəhra əşhədü ənnə əliyyən vəliyullah Əşhədü ənnə əliyyən vəliyullah Əşhədü ənnə əliyyən vəliyullah Əşhədü ənnə Vəliyullah ağamın verdiği qurbanlarına and olsun O mütəhhər tökülən qanlarına and olsun İlkəfən dəfn olunan canlarına and olsun Hər məhərrəm qara köynək geyərik Hər məhərrəm qara köynək geyərik Biz Hüseynə görə candan keçərik Əşhədü ənnə əliyyən vəliyullah Əşhədü ənnə əliyyən vəliyullah Zikr elə Əşhədü ənnə əliyyən vəliyullah Əşhədü ənnə əliyyən vəliyullah Əli Əsğər ağamın qundağına and olsun Qan dolu Kərb-u Bəla torpağına and olsun Ağamın qanə batan bayrağına and olsun Ağamın qanə batan bayrağına and olsun Hər məhərrəm qara köynək geyərik Hər məhərrəm qara köynək geyərik Dediyin hər sözə ləbbeş deyərik Ya Zəhra əşhədü ənnə əliyyən vəliyullah Əliyyən vəliyullah De əşhədü ənnə əliyyən vəliyullah Əşhədü ənnə əliyyən vəliyullah Zikr eləş Allah əşhədü ənnə əliyyən vəliyullah Yenə yer göy geyinib qarə gəlib qəm gecəsi Yetişib Həzrəti Peyğəmbərə matəm gecəsi Hər ilin əvvəli beyyətdi Muhərrəm gecəsi Qara pərçəmdən öpüb and içərik Biz Hüseynə görə candan keçərik Əşhədü ənnə əliyyən vəliyullah Əşhədü ənnə əliyyən vəliyullah Əşhədü ənnə əliyyən vəliyullah Əşhədü ənnə Ay ey başı daldan kəsilən şah Selamun əleyh Ey başı daldan kəsilən şah Selamun əleyh Nizədə başı kəsilən Ey başı daldan kəsilən şah Selamun əleyh Nizədə başı kəsilən
Ali doğradılar Ekberi, perper olup peykeri. Vurdular damadı ve Kasım'ın aşağıdı ve yıktılar serdarı ve teşne alemdarı ve oxladılar Əsgəri, üst bölünüb həncəri. Ərşə ucaldı payı, ox deyəcək laylayı. Başı daldan kəsilən Ucay, başı daldan kəsilən Nizədə başı gəzilən Ey başı daldan kəsilən Nizədə başı gəzilən Qavna büründüm Hüseyin, yerdə süründüm Hüseyin. Tavqətimiz oldu tak, çalma ağa əli ayaq. Dökdülər göz yaşı vi, daşladılar başı vi. Qanun olub dəstəmaz, eşq ilə qıldın nəmaz. İtrətüvi boşladın, qətligəhi xoşladın. Canıvi etdin fəda, şiəni qıldın dua. Göydə dedi Cəbrəyil, teşnə ağa məndə xir. Köynəyi əllərdə qalan şah, selamun əleyh. Köynəyi əllərdə qalan qızlar çöllərdə qalan başda qanı tac eləyə nizədə merac eləyə köynəyi əllərdə qalan qürbəti ecaz eləyə yetdi göyə naz eləyən ey başı daldan kəsilən nizədə başı gəzilən Mələk xeymiyə od vurdular, Zeynəbi yandırdılar. Xeymiyə od vurdular, Zeynəbi yandırdılar. Qızları ve soydular, başı açıp koydular. Rüqəyyəmi vurdular, qəlbini sındırdılar. Rüqəyyəmi vurdular, qəlbini sındırdılar. At döşünə saldılar, kuş varasını aldılar. Məcəri yandırdılar, yerdə dolandırdılar. Möhnətiyə doldular, saçlarını yoldular. Ey başı daldan kəsilən, ey başı daldan kəsilən, nizədə başı gəzilən, ey başı daldan kəsilən, nizədə başı gəzilən. Vay vay sen vay 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 sen vay 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 vay. Ey alemi qana bata, ey alemi qana bata, Farod kenarında yata, yatma bir yuxuda ey Zeynəbi əsir ola, Rüqəyyəsi əsir ola, Ələşbəri şəhid ola, Əbəlfəzi şəhid ola. Vay vay sen vay, Vay vay, vay vay, vay vay, vay vay. Semravadı qara səkün, göz qaşım üstə, qəbrim tozu əyləşməyəta, göz yaşım üstə. Əşqinə yazın ya kəfənə, ya daşım üstə. Sən bil anavın canı Hüseyin, gəl başımız üstə. Allahümme salli ala Muhammedin ve ali Muhammed. Esselamu aleyke ya ibn Resulillah, ya Hüccetallahi ala halqih, ya Seyyidena ve Mevlana.
إنا توجهنا واستشفعنا وتوسلنا بك إلى الله وقدمناك بين يدي حاجاتنا يا وجيها عند الله اشكلا يا وجيها اشفع لنا عند الله يا 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 رحمن يا رحيم يا أرحم الراحمين. İlahi Perverdigara ağladık ya inçi qəmgin olduq. Bu gözyaşlarını bizlerden riyasız ihlasla kabul elə. İlahi dergahı açılan ellerimizi naum sinemze qaytarma. İlahi cümlemize helal minnetsiz ruziler nasip elə. İlahi kalbimizden kini, kudureti, şeytaneti, vesveseni kenar ile. İlahi kalbimizi iman nuruyla nurlandır. İlahi bu Muharrem'i ömrümüzün ahirin Muharrem'i karar verme. İlahi merizu merizelerimize, derdi bilinen bilinmeyen hastalarımıza acil şifa merhamet ile. İlahi iltiması dua edenler, müşkülleri, hacetleri olanların müşküllerin, hacetlerin reva ile. İlahi cümlemizi bu kapıda, bu yolda sırat-el müstakimde sabit kadem ile. İlahi ağamız İmam-ı Zaman'ın zuhurunda tacil ile. İlahi cümle şehitlerimize rahmet ile. Atalarına, analarına, doğmalarına, ailelerine sevr-i Eyyub-i keramet ile. İlahi gazilerimize acil şifa merhamet ile. İlahi vətənimizin keşiyinde, kulluğunda duran cavan balalarımızı, kardeşlerimizi, əsgərləri ağla gələr. Gəlməz xəta bəlalardan amanda saxla. İlahi sen Rahmansan, sen Rahimsən, sen Erhamur Rahiminsən. Günahlarımızı bağışlamamış bizi dünyadan aparma. İlahi bizi bir göz kırpımı bile nefsimizle başına bırakma. İlahi ağamızın gelişiyle yer üzerinde hakkı, adaleti berqarar ile. Bismillahirrahmanirrahim. Allahümme وليك الحجة ابن الحسن صلواتك عليه وعلى آبائه في هذه الساعة وفي كل ساعة وليا وحافظا وقائدا وناصرا ودليلا وعينا حتى تسكنه أرضك طوعا
وتمتعه فيها طويلا برحمتك يا أرحم الراحمين. İnşallah oxunan Quranlar, edilən söhbətlər qəbul və bu məclisin savabından dünyasını dəyişən ata-analarımızın ruhuna, şəhidlərimizin ruhuna, haqqı boynumuzda olanların ruhuna hədiyyə olsun deyə El-Fatiha ma'as-salavat. Bismillahirrahmanirrahim.